Finlandiyada maaşlar Avropa standartına göre yüksektir, ama vergiler de yüksektir. Ortalama maaş, ümumi orta maaş 3300-3600 euro arası, təcrübəli işçilər 4000-5000 euro, IT sektöründə 4500-6500 euro, həkimlər 7000 plus, qrup rəhbərləri 4500 euro və üstü, təmizlik işləri 1900-2300 euro arası, fabrika və ambarlar 2300-2800 euro arasında dəyişir. Burada saatlıq maaş sistemi çox məşhurdur. Bir çox tələbə belə gündə 5-6 saat işləyib yaxşı pul qazana bilir. İş tapmaq çətindir. Finlandiya dil problemi səbəbindən bəli, biraz çətindir, amma IT, mühəndislik, səhiyyə, təhsil, logistika, elektrik və qaynaq kimi peşələr kimi sahələrdə əcnəbi işçilərə ehtiyac böyükdür.